Salam dostlar, bugün sizlərlə birlikte 3D qələmi necə işlədilir onu öyrədəcəyik. 3D qələmi heç kim işlətməyi bilmir, yəni bilirləri, bilməyənlərə öyrədəcəyik. 3D qələmin yanında belə rəngli filamentlər özündən gəlir, bitsə də vura bilərsiniz, özünə satılır. Bir dəqiqə. Belə turuncu rəngi də var, mən çox işlətmişəm. Belə rəngi də var, bir dəqiqə. Belə rəngi də var, biraz qaçışıq bu biriminlə ayıra bilmədim. Belə də bir damcım var, qutarır artıq. Göstərmək istədim sizə rənglərini. Yanında gələn rəngləri bu 217-190 dərəcəyə çatdığında taxırıq. Bunun yanında balaca belə bir başlıq yoxdur. Balaca belə bir tok gəlir. Biraz siz orasına baxmayın. Buradan keçirmə yeri var. Buradan keçiririk. Başlıq taxın bir dənə. Bəli. Baxın. Bunun başlığını taxan kimi belə bir qırmızı işıq yanacaq dəqiqə. Taxan kimi qırmızı bir işıq yandı, onu sizə göstərim. Belə qırmızı bir balaca işıq yandı, onu göstərim. İstiyə çatdığında o işıq yaşıl rəng olacaq. Burada bir dəqiqə. Hey, çok yumuşaldı. Tamam. Bu dostlar A'da olur. Bir dakika. 5 olur. Siz A eləyin buradan. A etdikdən sonra bura gətirir. Bura basıb saxladıqda filamenti içinə salır. Və bura basıb yenə basırıq bura və bu isinir. Baxın bura basdıqda bu isinir. Bu filamenti hızlandırır, yuxarı hızlandırır, aşağı xodunu azaldır, yavaş gətirir biraz. Bu filamenti yuxarı çəkir, bu aşağı çəkini göstərəcəm sizə. Baxın, biraz tez belə, bir dəqiqə net göstərim. 71, tez çox. Ya 190 dərəcədə, ya da 210 dərəcədə şey olacaq, isinəcək. Yaşıl ışıq yandığında isə artıq isindiyini bilirik. İsindikdən sonra isə bura toxunmamalıyıq, istidir. Əlimiz yana bilər. Mənim neçə dəfə əlim yanıb hətta. İsinməsin gözü yansa tez isinir. Nə rəng istəsəniz. Mən elə belə sizə göstərmək üçün eləyəcəm. Ağzıma gələn rəng basacam. Görək də nə rəng işlədir. Heç mavi rəng işlətməmişim. Bəlkə o rəng işlədir. Baxın. Bir dəqiqə netliyim. Çox tez çox bəli. Aha 190 dərəcədə də olur, 210 dərəcədə də olur. Bu belə yaşıl işıq yandığında filamenti taxırıq. Hələ isinmədən, dərəcə isinmədən filamenti taxmaq olmaz. Mən filament deyirəm, adını bilmirəm. Bu rəngdən istifadə etmək istədim. Baxın, filament yerində burada belə bir deşik var. Burada taxırıq ucunu. Sonra baxın, heç öz-özünə gəlmir. Sonra baxın, bura basıb saxlayırıq. Bir dəqiqə tok çıxıb. Yüzü sayı çıxmışdı, tok. Baxın, bunun bu deşiyi var. Nəsə də salırsınız, sonra baxın, bura basırsınız. Dostlar, məndə tok çıxır, boşalıb, 2 dəqiqə düzəldir. Bəli, gördüyünüz kimi 180 dərəcəyə, 190 dərəcəyə çatır. Nəysə, bunu artıq nə deyirlər bilməm. Bu deşikdən içə salırıq. Sonra buna basıb saxlayırıq. Ya öz-özünə gedir, getməsə də özünüz basıb da belə eləyə bilərsiniz. Bəzən öz-özünə də salır, bəzən də siz belə dəstəkləyə bilərsiniz. Hər yerdən çıxır, heç ara yapışmır. İndi basırsınız, ya öz-özünə də gedə bilər, özünüzə dəstək verə bilərsiniz. Buradan hızlandırmasaz gəlmir, aşağı da gəlir, hızlandırarıq da. Gəlməsin gözü. İlk məndə belə bir rəng gəlir, çünki birinci bu rəng işlə. Aha, gəldi şey. Baxın, bura basdıqda artıq öz-özünə çıxır. Məsələn, mən bir dənə belə düz bir xət çəkeyim. Yəni, hər yerdən çıxmasına sizi şahid oldurmaq üçün belə bir düz xət çəkdim. Məsələn, mənim telefonum biraz yaxşı çəkmir. Soymasını gözləyirik. Soyduqda dostlar, nətər soyunmadan hələ istidə toxunsaz şəklini belə biraz əyilə bilir. Amma soyduqdan sonra damdaş olur. Baxın, artıq şəkli çıxdı. Məsələn, deyirəm, vərəqin də üstünə göstərim sizə. Belə bir qaralma tapdım. Bura rəsm çəkirik. Mən elə belə balaca bir ürək çəkdim göstərmək üçün. Yanında necə olduğunu göstərmək üçün minnək balaca bir ürək çəkdim. Yoxsa şeydə nə idi eləyərdim. Dəqiq buraxda bunu
eləyim. Olur, baxın indi. Belə gedirik. Hər türlü yavaş eləyin indi xodunu gəlin. Aşağı tərəf elədikdə isə yavaş eləyir. Baxın bu səfər lap yavaş gəlir. Baxın belə gözlə gəlmir də yəni. Çox yavaş gəlir. Mən tez qoymağı normalda tərcih edirəm. Tez ses gəlir. Burada adamın səbri olmur. Bəli. Bu qədər indi formenti çıxartmağı öyrənəcək. Bu 2 dəqiqə soysun, dəftərdən çıxdı. Mən biraz pis elədim ürəyi. Dəftərdən çıxsın. Bunun üstündən gedərək lap belə yekə bir şey eləyə bilərsiniz. İndi mənim səbrim yoxdur. Rəngdən çıxdıqda isə normal, biraz pis çıxır. Normalda çıxır, dəftərdən də çıxır, hər yerdən çıxır, gəlmənləri çıxardır. Baxın, normalda dəftərdə çıxır, o çox belə nəmin qaldığı üçün yapışdı. Baxın, normalda çıxır, gördünüz. Desəniz ki, filmenti nətər yuxarı çəkirik. Bu aşağı basanda gəlir, bu yuxarı basanda belə həm yuxarı basıq bunu, həm öz-özünə də çıxarda bilir, amma siz əlinizdən dəstək verə, belə darta. Bu yuxarı basdınız mı öz-özünə keçir artıq. Sadəcə bu qədər. Ay, yerim yandı. Belə çanta düzəltmişdim, biraz pis oldu. Pis oldu, ilk seçənəkdir deyə biraz pis eləmişəm. Nəysə, o bir videomda isə bundan elədiklərimi çəkəcəm. Neçə gündür bundan nə videosu çəkim deyə fikirləşirdim. Bu arada sizə bir şey göstərməyi unutdum. Filament taxım birinci. Sizə burada bir şey göstərəcəm. Bunun üstündə belə elədikdə baxın. Normal rəsm çəkəsiniz, siz elə biləsiniz, bu bunun üstündə qalır elə, bu bunun üstündə qalmayacaq. Bunun üstündə çıxacaq, amma bunun üstündə qalmasını istəyirsinizsə, qırağından belə dəstək verərək bunun üstündən qalmasını eləyə bilərsiniz. Mən eləyə bilməm, əmdə kamera var. Amma bunu normal belə çəkdikdə bu bunun üstündə qalmayacaq. Ancaq belə qıraqlardan dəstək verərək bunun üstündə qaldırmasını eləyə bilərsiniz. Baxın, o saat ayrılır. Biraz isti olduğu üçün qaynar toxunulmuyor. Yaşınız çatırsa gözəl, çatmırsa da ana, atalar üçün maşın düzəltmiyorlar. Hər mən uşağım deyə tam qəşəng düzəldə bilməm. Nə düzəltmək üçün, özünə zərər verməmək üçün qaynar da istifadə etmiyorlar.